Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Muğamı layihəsi çərçivəsində növbəti konsert proqramı keçirildi. Əməkdar artistlər Fərdə Məlikova və İlham Nəcəfovun tələbələrinin iştirakı ilə təqdim edilən musiqili gecədə nəfəs və simli alətlərin müşayiəti ilə muğamlarımızdan parçalar səsləndirildi. Tələbələrimlə birgə biz akapella qrupu var bizdə. Yeni nəfəs adlı. Burada balaban növləri və digər nəfəs alətlərimiz əsasən balaban növləri burada təşkil edir. Ona görə ki, akapella deyildikdə burada xalq çalğı alətlərimizin içində, ələlxüsus nəfəs alətlərinin içində balaban aləti, yeganə alətdir ki, o tembri, o səslərlə eşitmək uğurla alınır, çox gözəl alınır. Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə və ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır. Qeyd edək ki, il ərzində mütəmadi olaraq təşkil edilən konsert proqramlarında və ustad dərslərində muğam sənətinin görkəmli nümayəndələrinin iştirakı nəzərdə tutulur. Oruc Ələsgərov, Kamran Sodiyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.